Mələk, Yelizaveta kim idi? İngiltərə kraliçası. Fatimə, Azərbaycanın ilk şokeyi kimdir? Ali Tağıyev. Doğrudur. Zəhra, vahimə basmaq nə deməkdir? Qorxmaq. Doğrudur. Sədəqərlik nə deməkdir? Əsrətdən fikir münasibət ifadə edən yazıdır. Doğrudur. Saray, müsbət obraz nədir? Yaxşı işlər görüb, pis işlər görəndə savaşar. Doğrudur. Ümid, tək ədədlə cüt ədədin hasili necə olur? Tək yoxsa cüt? Tək. İzah elə. Məsələn, 4 cütdür, 5 də tək. 4 də 5-i toplayanda da 9. Topla demədim, hasili deyirəm, hasili. Hasil nə deməkdir? Vurma. Aha, indi Cüt olur, mərmər. cüt olur, doğrudur. Flora, tək ədədlə tək ədədin cəmi neçə olur? Tək ədədlə tək ədədin cəmi tək. İzah elə. Məsəl üçün 5-in üstə 5 bərabərdir 10, 10 da tək ədəddir. 10 tək ədəddir, əyləş. Mələk, ən böyük rəqəmli ədəd neçədir? 99. Doğrudur. Fatimə, ən kiçik rəqəmləri müxtəlif 3 rəqəmli ədəd neçədir? Rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədəd. 13 3 rəqəmlidir. 12. 12 3 rəqəmlidir. Neçə rəqəmlidir 12? Əyləş. Zəhra, neçədir? 102. 102, bu doğrudur. 5 yüzlük neçədir? 500. 4 yüzlük neçədir? 4. 8 onluq 5 təhlik neçədir? 85. Doğrudur. Mələk. Cümlənin əsası nə deməkdir? İfrat və hərəkət. Doğrudur. L üstü 4 nə deməkdir? L, li, lulu. Doğrudur. L üstü 4 şəkilçisi nə düzəldir? Söz düzəldir. Necə söz düzəldir? Nədən nə düzəldir? Ad bildirən sözlə əlamət bildirən söz. Doğrudur. Saray, ad bildirən sözlər necə adlanır? Termin kimi. İsim. Doğrudur. Ümid, əlamət bildirən sözlər necə adlanır? Doğrudur. Mələk, 20-ci sıra sayıda yoxsa miqdar sayı? Sıra. Doğrudur. Zəhra, Bakı harada yerləşir? Xəzərin sahilində Aslanın yarım arasında. Doğrudur. Azərbaycanın paytaxtı hansı şəhərdir? Bakı. Bakı. Doğrudur. Saray, uydurmaq nə deməkdir? Yalan danışmaq. Doğrudur. Ümid, dairə sözündə səs çoxdur, yoxsa hərif? Dair səs. Hansı səs artır orada? Y. Doğrudur. P kar samitdir, yoxsa cingiltili? Doğrudur. Hərəkətin təsdiqi nə deməkdir?